Deyəsən, cənab mayorunuz da qoşulub. Fərid bəy, xoş gördük. Salam. Salam Qurban bəy, salam iştirakçıları. Hər vaxtınız xeyir olsun. Axirət xeyir olsun. Biz bu materialları dostlar sonda da verə bilərik. Biz həmişə qonaqlara bilirsiniz ki, xüsusi diqqət göstəririk. Qonaqlara imkan verək. Sevgili xanımın nəsə problemi yaranır, qoşula bilmir. Kamerası, mikrofonu açmır deyə qoşula bilmir. Qonaqları yola salacaq, sonra materialları təqdim edəcəm. Fərid bəy, nə baş verir? İlham Əliyev növbəti dəfə Azərbaycan xalqını ələ salmağa başlayıb. Xanlar Vəliyevə 15 minlə pensiya verib göndərdilər dincəlməyə. Qurban bəy, təbii ki, biz əvvəlki, bundan öncəki hadisələrə, baş verən nümunələrə baxsaq, təbii ki, Xanlar Vəliyev də cəzasını almayacaq. Artıq ona 70 illiyinə görə medalın verilməsi buna əyani sübutdur. Xanlar Vəliyevin göndərilməsi və qurumlardan birində deməli, vəkil kimi fəaliyyət göstərilməsi gözlənilir. Hər prokurorun taleyi necə olacaq? Bununla bağlı müxtəlif versiyalar var. Mən də o fikrə razıyam ki, hər prokurorluq, Respublika hər prokurorluq bu fikir tamamilə çıxarılmalıdır leksikondan. Hər prokurorluq, baş prokurorluğun idarəsi, baş idarəsi kimi fəaliyyət göstərməlidir və o çox ciddi struktur dəyişiklikləri baş verməlidir. Bu gün də, günün özündə də hər prokurorluq Müdafiə Nazirliyi üzərində ciddi, təkcə Müdafiə Nazirliyi deyil, sərhəd qoşunları, digər silahlı qüvvələrin bütün növləri üzərində ciddi nüfuza malik. Nüfuz dedikdə rüşvət, pul, bütün baş verən hadisələrin pul qarşılığında deməli, ört-basdır edilməsi, müxtəlif işlərin həyata keçirilməsi. Ona görə ən qısa zamanda hər prokurorluğun ləğv olunması, oradakı heyətin uzaqlaşdırılması məqsədə uyğundur, lazımdır. Amma burada bir məsələ var. Müdafiə Nazirliyində, xüsusilə tərtər işində əsas öndə gedən şəxslərin hamısının mühafizəsi, müdafiəsi, onlara qol qanat verən təbii ki, başda Xanlar Vəliyev idi. Xanlar Vəliyevin uzaqlaşması müxtəlif proseslərin başlaması üçün səbəb ola bilər. Hətta deməli, İstintaq qrupunun işi zamanı, apardığı fəaliyyət zamanı 8-9 general və şəxslərin hansı ki, bu işdə adları çəkirdi. Onların həbsinə yaşıl işıq yandırıla bilən bir haldır. Çünki Xanlar Vəliyev artıq... Siz elə düşünürsünüz? Mən şəxslərin həbsi ilə bağlı hadisələrdə inkişaf ola bilər Xanlar Vəliyevin getməsi ilə əlaqədar. Eyni zamanda Müdafiə Nazirliyinin özündə də maraqlı proseslər baş verməyə başlayıb. Bunu da qeyd etmək lazımdır. Biz burada adlar çəkirdik, müəyyən şəxslər, onlar ştat dəyişikliklərinə yol verirdilər, müəyyən yeni ştatlar formalaşdırırdılar, özlərini super baş idarələr formalaşdırırdılar. Onlar üzərində də müəyyən oyunlar başlayıb. Belə deyək, Müdafiə Naziri əl dəyişdirirmi? Fikri meydana çıxmağa başlayıb. Yadımızdadır ki, 2013-cü ildə Zakir Əsənov Müdafiə Naziri təyin olunan ərəfədə, deməli, hazırda sərhəd qoşunlarının komandanı olan Elçin Quliyevin Müdafiə Naziri təyin olunması gözlənilirdi. Hətta məlumatlar var idi ki, həmin vaxt Elçin Quliyev ətrafında olan 5-6 nəfər çağırıb demişdi ki, gedin formalarınızı tikdirin, Müdafiə Naziri formasını. Biz Müdafiə Nazirini təhvil almağa gedirik. Çünki Ramiz Mehdiyev həmin vaxtı Elçin Quliyevə bildirmişdi ki, Müdafiə Naziri siz olacaqsınız. Amma sonda siyasi qərar dəyişdi və bir gecə ərzində Zakir Əsənov təyin olundu. Amma indi görünür ki, növbət dəfə Elçin Quliyev növbəti həmlələrini eləyir Müdafiə Naziri gəlmək üçün. Artıq Müdafiə Nazirliyində Dövlət Sərhəd Xidmətinin şəxslərinin təyinatları həyata keçirilməyə başlayıb. Onlardan biri Kəşfiyyat İdarəsində müavin təyin olunub, hansı ki, Dövlət Sərhəd Xidmətində xidmət eləyib. Biz düşünürük ki, o təyinatla bərabər vaxtilə Hilal Nəcəbov Yaramazın ordudan uzaqlaşdırdığı yoldaşlar xidmətə qaytarılacaq. Baş vermədi. O şəxs gələn kimi Dövlət Sərhəd Xidmətindən hərbi qulluqçuları xidmətə cəlb etməyə başladı. Digər maraqlı məlumat isə vaxtilə Ramin Əsgərov, deməli, Nəzməddin Sadıqovun bacısı oğlu Ramin Əsgərovun rəhbərliyi elədiyi xüsusi təhlükəsizlik baş idarəsində dəyişikliyin baş verməsidir. Bu həqiqətən sensasiyalarla müşahidə olundu Müdafiə Nazirliyində. Həmin bu biz adını çəkdiyimiz Nicat Qarayev. Nicat Qarayev çox ciddi işlər gördü. İşlər dedi, dırnaqarası ciddi işlər gördü. Hərbi polisi tabe elədi. Deməli, xüsusi təhlükəsizlik baş idarəsinin adını dəyişdi. Adını hallandırmaq istəmirəm burada.
Və nəticədə birdən-birə deməli Nicat Qarayev xüsusi təhlükəsizlik baş idarəsinin rəisi vəzifəsindən uzaqlaşdırıldı. Orada Dövlət Səyahət Xidmətindən general təyin olundu. Kifayət qədər vacib bir təyinatdır bu da. Bu şəxs kimdir? Vaxtilə Dövlət Səyahət Xidmətində akademiyanın rəisi olub. Yadınızdadırsa, akademiyada yanğın hadisəsi baş vermişdi və həmin hadisədən sonra həmin general xidmətdən müvəqqəti uzaqlaşdırılmışdı. Mən bilmirəm o generalın xüsusi təhlükəsizliklə Müdafiə Nazirliyinin vacib bir strukturla nə qədər əlaqəsi var. Amma söhbətlər gəzməyə başlayıb ki, baş qərargah rəisi də təyin olunacaq Müdafiə Nazirliyinə Dövlət Sərhəd Xidmətindən və çox maraqlıdır ki, ilk dəfə Kərim Vəliyevin səsi çıxmağa başlayıb bu hadisə ilə bərabər. Müdafiə Nazirliyinin və Kərim Vəliyevin ətrafındakılar bildirirlər ki, birinci və ikinci arasında bu məsələ ilə bağlı qırğın baş verib. Kərim Vəliyev Zakir Həsənovdan müdaxilə etməyi, onun vəzifəsini qorumağı, eləcə də Dövlət Sərhəd Xidmətindən baş qərargah rəisi təyin olmasının qarşısını almaq istəyirlər. Üzr istəyirəm Fərid bəy, bunlar dəqiq məlumatlardır. Belə Bəli. ki, Elçin gəlir. Yox, əslində mən elçinin gəlməsini tam dəqiq deyə bilmərəm. Amma Dövlət Sərhəd Xidmətindən vacib şəxslərin Müdafiə Nazirliyinə təyin olunması növbəti bir prosesin başlaması üçün işarə ola bilər. Bilirsiniz, Dövlət Sərhəd Xidməti əslində tankı, topu, hava hücumundan müdafiə sistemləri, pilotsuzları, snayperi kifayət qədər hərbiləşmiş bir bölmədir. Əslində bir ölkədə Müdafiə Nazirliyinə bərabər ikinci bir qurum da var, Dövlət Sərhəd Xidməti. Bu nə qədər doğrudur, özü də sualdır, özü də mübahisəli məsələdir. Və yadınızdadırsa maraqlı bir foto vardı, bu yaxında biz onun şahidi olduq. Nəzməddin Sadıqov və Elçin Quliyev birlikdə at yarışlarını izləyirlər. Siz bəli, tapa bilərsiniz, o şəkillər var o internetdə də. Deməli, əslində görünür ki, vaxtilə bu yaxınlarda məlumatlar keçmişdi internetdə ki, Nəzməddin Sadıqov Müdafiə Nazirliyindəki 5-ci kolonun rəhbəridir. Həqiqətən də elədir. Bu işlər hamısı Nəzməddin Sadıqovun iradəsi altında həyata keçirilir. Biz Nicat Qarayevin kimliyini aşkar elədik, Nicat Qarayevin tərtər işindəki rolunu ortaya qoyduq. Nicat Qarayev öz başına işlər gördü. Nicat Qarayev hərbi polisi təhlükəsizliyin tabeliyinə verdi. Elgün Əliyevi də bu oyunlara daxil etdi. Mən Elgün Əliyevlə birlikdə oxumuşam. Bu oyunlar Elgün Əliyevin başının işləri deyil, bu hamısı Nicat Qarayev işləridir və nəticədə ikisi də oyuna düşüblər hazırda. Nicat Qarayev uzaqlaşdırılıb ordudan. Çalışır ki, Dövlət Sərhəd Xidmətinə general rütbəsində vəzifəyə təyin olunsun. Bilirlər ki, müəyyən qədər də pul da var. Yəqin ki, pulunu alıp bura götürməyə çalışırlar. Bilmirəm, mümkün olacaqmı? Çünki general rütbəli vəzifəli şəxsin yer dəyişməsi asan proses deyil. Nicat Qarayevin fəaliyyətində çoxlu nöqsanlar aşkar olundu. Bunlar nələrdir? Deməli, düzdür, Nicat Qarayev mənə qarşı, sizə qarşı, Rəstum müəllimə qarşı müəyyən prosesləri, oyunları, yazışmaları, qarayaxmaları da həyata keçirməyə başlamışdı. Çoxlu məlumatlar hazırlayırdı, efirlərdən, buradakı məlumatlardan əsaslandırmağa çalışırdı Dövlət Təhlükəsizlik Xidməti qarşısında. Yetimin haqqında mən nə toplayacağam, mən yazıq kimi. Danışacaq o haqqında, sizə qarşı qaldırılmış cinayətçi barəsində də. Bu işlərin başında Nicat Qarayev də gedirdi. Amma Nicat Qarayev məlum oldu ki, sonradan Müdafiə Nazirliyində özünü gücləndirdikdən sonra pula da nəzarət eləməyə çalışdı və bilirsiniz ki, müəyyən vəzifəli şəxslər Müdafiə Nazirliyində maaşlı əlavə generallar, xidmət idarə başları, rəisləri, birləşmə komandirləri paket alırlar. Çalışır ki, Nicat Qarayev hansısa bir paket işinə nəzarət eləsin, paketin verilməsinə həyata keçirilsin və buradan da gəlir əldə eləsin. Həmin vaxtda Müdafiə Nazirliyinin son təyin olunmuş şəxslərdən birilə də üzə gəlməli, qarşılaşmalıdır və bütün bu proseslər adını tərtər işində hallanması, tərtər prosesindəki gördüyü işlər, öz başına gördüyü fəaliyyətlər, Rusiya ilə yaxınlaşma işini həyata keçirilməsi Nəzməddin Sadıqov üzərindən və aşkarlanması məcburiyyət yaratdı ki, onu uzaqlaşdırıb onun yerinə başqa birini təyinləsinlər. Bu proses də baş verdi və işlərin fonunda yenə biz Nəzməddin Sadıqovu görürük. Elçin Quliyev nəzərə alsaq ki, vaxtilə Yalama sərhəd keçid məntəqəsinin rəisi olub, orada xidmət edib. Və Elçin Quliyev də əslində Rusiyaya yaxınlığı ilə seçilən adamdır. Bəzən dostlar bildirirlər ki, Elçin Quliyevin bütün silahlı texnikası İsraildən gəlir, bütün fəaliyyət İsrailə aiddir. Burada çox maraqlı proseslər baş verir. Nəzərə alsaq ki, Müdafiə Nazirliyində Türkiyə tərəfinin ciddi nüfuzu var son dövrlərdə. Ştatlar, təyinatlar, xüsusilə kadr sahəsi vaxtilə Türkiyədə atəş olmuş şəxsin şəxsiyyət baş idarəsi rəisi vəzifəsi təyin olunması və bütün bunların fonunda yenidən İsrail tərəfinin, necə də Rusiya tərəfinin
müəyyən şəxslər nazirlikdə vəzifələri təyin eləmə cəhdləri artıq görülür ki, Müdafiə Nazirliyi ciddi bir qurumdur. İsrail, Rusiya və Türkiyə arasında Müdafiə Nazirliyi üzərində də oyunlar başlayıb artıq. Kimlər Bunlar çox istəyir Azərbaycanda? Bunlar çox ciddi məsələlərdir, Qurban bəy. Mənim bunu olduğu kimi danışmaq lazımdır. Çünki artıq Dövlət Sərhəd Xidmətindən ekspansiya, kəşfiyyata müavin, xüsusi təhlükəsizlik rəis, oradan hərbi qulluqçuların Müdafiə Nazirliyi gətirilməsi hansısa bir növbəti prosesin başlanması ola bilər. Müdafiə Nazirliyində kifayət qədər kadrlar var. Mən adlarını çəkmək istəmirəm. Bu son dövrlərdə kifayət qədər peşəkar şəxslər, birləşmə komandirləri təyin olunur. Onların çox gözəl nüfuzu var. Hərbiçi kimi fəaliyyətləri var. Azərbaycan ordusunda baş qərargahçısı təyin olunması kifayət qədər mənəviyyatlı, qeyrətli şəxslər var. Mən kimisi üzərində dayanmaq istəmirəm, bu mənim işim deyil, bu siyasi qərardır. Eləcə də Azərbaycan Respublikasında Müdafiə Naziri təyin olunacaq kifayət qədər savadlı, təcrübəli şəxslər də var. Yaxşı olardı ki, Müdafiə Naziri bir çox ölkələrdə olduğu kimi mülki vəzifə olsun, baş qərargah rəisi hərbiçi olsun. Necə belə deyək, iki qoçun başı bir qazanda qaynamır. Baş qərargah rəisi və Müdafiə Naziri. Üzr Fərid bəy, bilirsiniz də siz Müdafiə Nazirliyinə 1991-ci ildən belə başlayaraq müstəqillik dövründən müxtəlif müdafiə nazirləri təyin olunub. Onların arasında hərbiçi də var, qeyri-hərbiçi də var, amma qeyri-hərbçilər arasında Rəhim Qaziyev kimi bir adam da var. Rəhim Qaziyevin vaxtında Azərbaycan ordusunun inkişaf elədiyi qədər heç bir deməli müdafiə naziri eləyə bilməyibdi. Nəzərə alaraq ki, o vaxt heç nə yoxdur. Neft yox, qaz yox, pul yox. Heçdən bir ordu yaradırdılar. Rəhim Qaziyev hərbiçi deyildi. Burada 1000 dəfə yaxşı müdafiə naziri idi. Ona görə də müdafiə naziri siz deyən kimi ixtisasın hərbiçisi olmasına ehtiyac yoxdur. Qurban bəy, əsas məsələ qarşıya qoyulan tapşırıqdır. Vəzifəyə təyin olunan şəxsə qarşısına hansı tapşırıq qoyulur? Sən orada hansı vəzifəni icra edəcəksən? Sən Müdafiə Nazirliyində nələr etməlisən? Tapşırıq nə qoyulursa, icra da o şəkildə həyata keçirilir və Müdafiə Nazirliyində baş verən proseslər də qarşıya qoyulmuş tapşırığa uyğun həyata keçirilir. Və bu məntiqi nəticədə hazırdakı ordakı vəziyyətdir. Kərim Vəliyev baş qərargah rəisidir. Kərim Vəliyev heç zaman heç bir məsələyə münasibət bildirməyib. Amma nəyin baş verir? Öz vəzifələrinə, öz kreslolarına problem yarananda deməli bunlardan səs çıxmağa başlayır. Onlar haqlarını başa düşmədim mən. Zaki Əsovla səsli küylü davası olub onun otağında. Ətrafındakılar eşitdilər. Niyə görə müdaxilə eləmirsən? Nə üçün mənim vəzifəmi qorumağa kömək eləmirsən və Dövlət Sərhəd Xidmətindən bura təyinatlar gözlənilir, məsələləri ortaya çıxıb. Hilal Nəzəfovun da uzaqlaşdırılması gözlənilir. Əslində bu uzaqlaşdırmalar heç də həbslə və ya başqa məsələlərlə yekunlaşmayacaq. İctimailəşmiş şəxslərin uzaqlaşdırılması, onların əvəzinə isə ortada olmayan şəxslərin bu hazırki tenderlər, maliyyə məsələlərinə nəzarət həyata keçirilməsi üçün nəzarətdəki olan şəxslərin yenidən Müdafiə Nazirliyində vəzifələri təyinatları həyata keçirilməsi üçün işlər həyata keçirilir. Yəni bunlar Müdafiə Nazirliyində puçultular, nələrin baş verəcəyi barəsində söhbətlər gəzməyə başlayıb artıq. Yəni biz bunları gecikmədən hər şey olduğu kimi ictimaiyyətə təqdim etməliyik. Əslində Xanlar Vəliyevin uzaqlaşması ilə bərabər Müdafiə Nazirliyində proseslərin başlaması gözlənilir. Bu xüsusda, bu rakursda baxdıqda hansısa məsələlər gözləniləndir Müdafiə Nazirliyində. O ki qaldı Qurban bəy, siz bunu efirdən danışdınız. Yaxşı olar ki, həm vaxtı mən də efirdə olum. Deməli, bu vacib deməlisin barəsində qaldırılmış cinayət işidir. İlk növbədə bu adı üstündə cinayət işidir. İstəyərəkdən və ya qəsdən və ya ehtiyatsız adam öldürmədir və ya bilərəkdən hərbi sirri yaymadan və ya bilmədən artıq ortada bir cinayət işi var və bu cinayət işi çox qəribə ki, sizə qaldırılıb. Burada günahkar başda dövlət sirrini mən yaymışam. Bəli, əslində burada dövlət sirri Hilal Nəcəfovdur. İşə nəzarət eləməli olan orqan isə hərbi deməli istintaq qrupudur. Heç bir vasitə təbir görülmür, sizə cinayət işi qaldırır. Niyə? Çünki bu iş hələ də açıq qalıb məndə olan məlumata görə. İşə nəzarət Dövlət Təhlükəsizlik Xidməti eləyir və bu işlə bağlı istintaq qrupu üzərində ciddi bir baskı var. Yadınızdadır, biz bununla bağlı sizinlə danışmışdıq. Siz təbii ki, bunu efirdən olduğu kimi ictimailəşdirəndə istintaq qrupu mənə dəvət etdi, bizim söhbətimiz oldu. Onlar istəyirlər ki, siz məsələnin üzərinə getməyəsiniz. Təbii ki, siz üzərinə getmədiniz bir daha. Çünki
mən də sizinlə bu barədə söhbət elədim. Məsələn, biz olduğu kimi danışdıq ki, bu məsələləri bundan sonra verməyək olduğu kimi. Amma istintaq qrupu nə eləməli idi? Hilal Nəcəfov axmaqdır, Hilal Nəcəfov yerində deyil. Mən onu alçatmaq üçün demirəm tankçısı. Mənim tankçılara hörmətim var. Həqiqətən ixtisasla tankçıdır. O yerində olmayan kadrdır. Birinci növbədə Hilal Nəcəfov, sənə suallar verilir tərtər işlə bağlı, elə deyilmi? Sən nə üçün dövlət sirri yayırsan? Məxfi bölmənin adını çəkirsən. Siz o efirdə həmin ifadələri səsləndirən axşam mənə çoxlu zənglər oldu. Dostlar hamı zəng vurdu ki, bu axşam Hilal Nəcəfovu aparacaqlar, götürəcəklər. Amma hələ də Nəcəfov yerindədir, öz xidmətini davam edir. Yaxşı, Nəcəfov axmaqdır. Məlumatları olduğu kimi ona ictima eləməməli məlumatları danışdı. İstintaq qrupu, sən deməli, heyət kifayət qədər təcrübəlidir. Onlar arasında 8-10 il təcrübəsi olan heyəti siz istintaq qrupuna dəvət etmisiniz. Bu sənədlər məxfiləşdirilməlidir, qrif vurulmalıdır. Hansı sənədlər ictimailəşdirilə bilər və orada imzalar alınmalı idi. Bu məlumatlar bu şəkildə gəlib çıxırsa, burada istintaq qrupu da məsuliyyət daşıyır və Hilal Nəcəfov məsuliyyət daşıyır. Və işin də hazırda Dövlət Təhlükəsizlik Xidmətində açıq qalması istintaq qrupu da iş üzərinə atmaq üçün cinayət işi sizə qaldırılır, sizə qarşı qaldırılır. Və çox ciddi məqamlar var. Mən istəyirəm hər kəs bunu aydın başa düşsün. Hilal Nəcəfovun ifadəsində çox ciddi məqamlar var. Biz GSM dinləmə sistemləri qurduq, ordunun içinə post qurduq, nə etdik, nə yaratdıq. Hilal Nəcəfov, sən bilirsən ki, Müdafiə Nazirliyinin bunu həyata keçirmək icazəsi yoxdur. Əmək axtarış fəaliyyəti haqqında qanunda Müdafiə Nazirliyinə həmin subyekt siyahısına daxil edilməyib. Sən bu fəaliyyəti gizli qanunsuz həyata keçirirsən. Bilərəkdən qanunsuzdur, sən bunu danışırsan. Bu ömürlük və ya uzun müddətli həbs cəzasına məhkum olunmaq deməkdir. Mən istəyirəm qurumlar, müvafiq orqanlar kimin hansı axmağın hansı vəzifədə olduğunu, hansı oyunların getdiyindən xəbərdar olsun. Əslində cinayət işi Qurban Məmmədova deyil, Hilal Nəcəfova, eləcə də istintaq qrupuna qaldırılmalı idi. Bunlar baş vermədi. Niyə? Deməli, sona qədər özlərini qoruyurlar, sona qədər müdafiə olunurlar. Görə kara kimi müdafiə olacaqlar. Biz də susmuruq, biz də hadisələr olduğu kimi ictimailəşdiririk ki, əslində günahkar kimdir, haqlı kimdir. Qurban Məmmədovun məxfi sirri daşımaq barəsində bir öhdəliyi də yoxdur. Qurban Məmmədov deməli zərər çəkən şəxsin, eləcə də onun vəkilinin istintaq materiallarını əldə etmək, onları ictimailəşdirmək, paylaşmaq, onları müzakirə eləmək, digərlərinə vermək hüququ da var. Eləcə də müvafiq orqanların sizinlə bu məlumatları paylaşmaq hüququ var. Sizin bu hərəkətlərinizdə heç bir cinayət tərkibi yoxdur. Cinayət tərkibi istintaq qrupunda və Hilal Nəcəfov üzərindədir. Bunlar Qurban bəy. Buyurun. Bilirsən, Əsədi, mən istəyirəm bu tamaşaçılar üçün aydın olsun. Söhbət nədən gedir? Dostlar, mən də yolda gedirəm, sən yolda gedirsən. Görürsən ki, yolun qırağında məsələn bir telefon düşüb. Telefon tapırsan, baxırsan sahibi zadı yox. Güzel istifadə edirsən, gəlib sən tutacaqsan oğursan. Telefonun sahibi budur, kim saxlayıbsa, kim atıbsa, itiribsə, buna o məsuliyyət daşıyır. Və yaxud da ben jurnalist kimsə, onun vəzifəsi informasiyanı alıb yaymaqdır. Gəlir, görüb bir dənə sənəddə yazıblar ki, ermənilər Azərbaycanlılar zorlayırlar Məkkədə, hərbi hissələrdə. Gəlir, məsələn, oxuyur, Xanlar Vəliyevin yazdığı iddiamnamədə, İttihamnaməni zərərsəmiş verildən Rus jurnalistinə. O Rus jurnalisti oxu görür ki, orada yazıbdır ki, erməni Qarayev gəldi, girdi Azərbaycan əsgərlərinin yataqxanasında olan növbəyə qoydu. 4-ün biri, 6-sın müddət badara zorladı, getdi. O da gidiyor yazır. Belə bir məlumatın yayılmasının günahkarı sizdə kimdədir? O jurnalistlədir, yoxsa onu kağıza yazan, onu ona buna verən, paylaşandadır, yayandadır? O gündən izah elədim, dövlət və hərbi sirrin yayılmasına görə məsuliyyəti daşıyan o sirri saxlamalı olan subyektdir. Fiziki və ya hüquqi şəxs fərq eləməz. Əgər sübut olunsa ki, kimsə o informasiyanı qorumalı olan adamla cinayətə əlaqəsinə girib, ya onu şantaj eləyib alır, ya pulla ondan danışır, onun vasitəsindən alır, o iştirakçı olar. Mən iştirakçı olmağa razıyam. İştirakçı kimi mən şəxsən ittiham olunmağa razıyam. Bəs mən kimlə bunu eləmişəm? Validə Əhmənova ilə. Validə xanım zərər çəkmişdi də. Siz vermişsiniz ittihamnaməni ona, o da göndərin mənə, mən də tanış olmuşam.
İzvaldi xanımın savadı bilmir ki orada nə yazılıb. Oxumamışdı heç onu. Onu mən oxuyandan sonra bilmişəm. Və vermişsiniz başqalarına zərər çəkmişdi, onu yayıblar. Amma mən eybi qəbul edirəm. Mən ifadə verməyə hazıram ki, bəli, mən cinayət əlaqəsinə girərək iştirakçılıq qaydasında kiminsə vasitəsilə onu əldə edib yaymışam. Kiminlə? Hilalınızı xıda tutun axı olmaz. Yəni mən əlinizi hələliyim, mənə çatmaya uzaqdayam. Hilal ki, yaxın, hilal tutun axı. O Danabaş, nədir gedən adı? Xanlar Xanlar Danabaş deyil, Xanlar Qoyunbaşdır, o nədir? Kamran. Bu da Kamran eləyib axı. Onun müstəntiqi var, Qasım Məmmədov. O nə başını bilmirəm, amma onu o yayıb axı. Fərid bəy dediyi kimi, əgər Qasım Məmmədov onu alanda qanmalıydı da başa düşməliydi ki, bu dövlət sirri, hərbi sirri yoxsa yox. Hərbi sirri olduğu görəndə mütləq onun nə bilim, hansı tədbirlər görülməlidir və o informasiyanı görən, oxuyan vəkillərə də, zərər çəkmişlərə də, hakimlər hamısına mütləq xəbərdarlıq edilməlidir. Bu dövlət və hərbi sirridir, bunu yaymaq olmaz. Yaysa məsuliyyət daşıyırsa. O bir şey olmuyor baxı. Mən yetime nə günah var burada? Ancaq mən razıyam. Həbs olmağa razıyam. Yəni məsuliyyət daşımağa razıyam. Buyurun. Qurban bəy, birinci növbədə məndə olan məlumata görə əslində bu ilkin mənbə Validə xanım olmayıb. Bu müxtəlif bir çox şəxslərdə olub və onlar... İndi mən deməyəcəm ki, filan müstəntiq göndərib. Rəhmətlin olsa mən nəyə məcbur edirsən? Deməliyəm ki, mən o göndərmişdim mənə. Aydındır fikriniz Qurban bəy. Eyni zamanda burada işin başqa məqamları da var. Təbii ki, bu sənədlər məxfiləşdirilməlidir, qrif vurulmalı idi və içindən bəzi materiallar çıxarılmalı idi əgər zərər çəkənə və ya onun vəkilinə və ya digər şəxslərə verilirsə və ya üçüncü şəxslərə verilirsə, görünür ki, həm vaxtı deməli, istintaq qrupu bəzi məlumatların yayılmasında maraqlı idi. Onların Azər filmdə ictimailəşdirilməsinə maraqlı idi, gəlin açıqlamışıq. Yoxsa məlumatlar heç bir halda gəlib sizə çatmamalı idi, çatmayacaqdı. Amma ola bilər. Bəli, amma görünən budur ki, orada çox ciddi bir yanlışa yol verirlər. Məlumatlar bütün sahələrdə olduğu kimi bu işlərə yanlışa yol verirlər və indi günah keçidə axtarıb sizi tapdılar. Müvəqqəti olaraq eybi yoxdur. Bunlar keçici şeylərdir. Razıyam, söz eləmirəm. Məqsəd isə, bizim fikrimiz isə, bizim gördüyümüz iş isə olduğu kimi hər şeyi ictimailəşdirmək, danışmaq kimi ağıllı adamlar da var. Hər kəs onlar kimi deyil ki, səlahiyyət əllərindədir və cinayətçilər bunu bütün kanallara verirlər, ictimailəşdirirlər. Həqiqət isə ortadadır. Həqiqət isə budur ki, günahkarlar kimdir və kimlər cəzalanmalıdır. Və mən bir fikrə yenə qayıtsam ki, vaxtilə İlham Əsgərov, Nəcməli Sadıqovun bacısı oğlunun dövründə çox sayda özbaşınalıq baş verib. Dövlət sirri ilə bağlı vəzifə, dövlətin, ali hakimiyyətin kifayət qədər yüksək ranglı şəxslərinin, olan ailələrin dinlənilməsi həyata keçirilib qanunsuz olaraq. Bu fəaliyyət icra edilə bilməz. Həm Müdafiə Nazirliyinin, onun qurumlarının bu səlahiyyəti yoxdur. Eləcə də Ramin Əsgərova bu səlahiyyəti kim veribsə, bunu kim istəyibsə, bunlar hamısı cinayət məsuliyyəti yaradan şeylərdir. Və mən bunu əsaslandırıram. Çünki və bu hadisələr baş verdi, dövlətin müvafiq qrupu tərəfindən aşkarlandı və Ramin Əsgərov xidmətdən uzaqlaşdırıldı həmin dövrdə. Nəcməli Sadıqov çox çətinlə Ramin Əsgərov xidmətə qaytardı, ona general rütbəsi verdi, onun üçün idarə yaratdı. Həmin fəaliyyət yenidən Hilal Nəcəfovun rəhbərliyi altında davam etdi. Həmin fəaliyyət Ramin Əsgərovdan sonra Zət Qarayevin həmin o Ramin Əsgərovun yerinə təyin olunmuş şəxs tərəfindən həyata keçirildi. Bunlar sıradan məsələlər deyil. Həqiqətən Nəcməli Sadıqov Müdafiə Naziri üzərində 5-ci qanunun rəhbəridir. Onun iradəsindən kənar heç bir işlər həyata keçirilmir. Bir dəqiqə Validə xanım zəng edir. Alo. Qurban bəy, axşamınız xeyir, hər kəsi salamlayıram. Salam Validə xanım, buyurun, nefirdəsiniz. Mən bir fikrim bildirirəm, kimsə gürəsi olsa da deyəcəm. Hələ mən bu saatda bilə bilmirəm ki, orada o nədir, nə cinayət işidir. Yəni mənim anlayacağım bir şey deyil o. Və yaxud da ki, belə deyək, nə oxumamışam, mən heç bilmirəm onu mən göndərmişəm sizə, mən yox. Yəni hələ bu saatda siz 2-3 dəfə onu efirdən vermişsiniz, mən anlaya bilmirəm orada nə sirri var.
Bunu Anam biz bilir. biz savadsız orada bilirler ki zərər çəkənlər hamısı savadsız insanlardır. Niye Hilal Necef oradan soruşan suala cevap vermir? Orada giden işkencelere cevap vermir, gelir dövlət sirrine cevap verir, danışır. Birinci ilə cinayət işi əsasında Hilal Necefov asılmalıdır. Nə qurbana, nə heç kəsə, nə əliyə, nə vəliyə orada cinayət işi düşmür. Çünki orada dövlət sirrin əgər Hilal Necəfovu, mən belə başa düşürəm, bu dövlət sirrinə görə çağırıb sorğu-sual edirdilərsə öz aralarında qalmalıydı. Axı məncə tərtər orada öldürülənlərə görə, işgəncə alanlara görə sorğu-sualın olurdu. Çox sağ olun, mən bunu, yəni hüquqşünaslar da başa düşməlidir ki, hələ də mən anlamıram ki, orada nə dövlət sirri var. Təşəkkürlər. Çox sağ olun. Çox sağ ol. Qurban Sağ ol, olun. sağ ol, sağ ol. Eşitdiniz də dostlar. Deməli bu Hilal Necəfov ekranda gördüyünüz bu bizim kəşfiyyatı, hərbi kəşfiyyatının dədəsidir, başçısıdır. Buna sual verirlər ki, salam aleyküm, salam. Deyir ki, biz falan yerdə falan şey qurmuşduq. Buna sual verirlər ki, bu tərtər hadisələri bağlı, nə bilirsən cinayətlə bağlı? Baş deyir, ben falan yerde belə iş gördük, falan yerde falan qurğunu qurduq, falan yerde falan adamı yerləşdirdik. Ağzına gələni danışır. Ha, bura mən neyniyim, buna validana neynərsən? Dedi,